TikToker Müjgan canlı yayın zamanı Arzumla görüşdüklərini deyib. O görüş zamanı yaşanan duygusal anlardan danışıb. Göz yaşlarını saxlaya bilmədilər ifadəsini işlədib. Müjganın açıqlaması canlı yayın izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Bunun heç kimi yoxdur. Arxasıca bir çörək gətirəni belə yoxdur, orada ağladı. Bizim aramızı nə qədər vurmağa çalışsanız da, Arzu da çox gözəl bilir ki, mən kiməm? Mənim niyyətim, məqsədim nədir? Mən də bilirəm ki, o kimdir, onun məqsədi nədir? Mənim aqressiyam onun çatında gəlib, aqressiya yaradan, iki başlı danışan, mənə qalmış edən kütləsi nə idi? Mən yayınımı aparırdım, onun izləyici kütləsi böyük idi. Gəlib mənə haqsız o qədər şərhlər yazırdılar ki, mən fikir yayındırmaq üçün sadəcə olaraq rəqs edirdim, yemək pişirirdim ki, yəni mövzu bitsin, mövzu dəyişsin. Amma mənim o rəqsimi, o yemək pişirməyimi başqa yönə yönləndirən izləyicilər var idi. Mən bunu məhkəmədə Arzuya da dedim. Hətta Orxan bəy Rasiboğlu da oradaydı. Dedi, sizin həyatınız serial kimidir. Vaxtıykən Arzu ilə xoş günlər keçirdən iki insan kimizə məhkəmə zalında məni iki polis əməkdaşı gətirib və mən orada Arzunun vəkillərinin yanında gördüm, qucaqlaşdım. Yəni çox qəribə hisslər idi. Çıxar-çıxmaz çox məlumatlar əldə elədim. Mənə elə məlumatlar çatdırdılar ki, çox hörmət elədim insanlar tərəfindən kürəyimdən vurulmuşam. Hər şeyin vaxtı və zamanı var. Tək eşitdiklərim yalan olsun. Mənə elə səs yazıları, elə qayıtlar atılıb ki, həyatını xilas etdiyim insanlar mənim quyumu qazıblar. Mənə belə məlumatlar göndərilib. Tək yalan olsun. Mən öz səbirli olmağımı, təmkinliyimi qoruyacağam. Hər şeyin vaxtı və zamanı var. Tək eşitdiyim məlumatlar yalan olsun. Hər kəsə hörmətim var. Hər kəsə hörmətlə yanaşıram. Həmişə çatdığımda gəlib məni təhdid edirdiniz ki, söyüşlərimə görə tutulacaqsan. İnanın, bir uza verməsəm də çox həyəcan, əsəb, stres keçirdirdim. Ki, haçan tutulacağam? Mən o etdiyim səhvimə görə vicdan əzabı çəkirdim. Tutuldum, bacı qurban. Cəzamı çəkdim, mərdi-mərdanə. Günahlarım, səhvlərim sıfırlandı, çıxdı. Mən bir daha canlı yayında qeyri-etik, nalayiq ifadələr işlətmərəm. O da bir iş idi, başıma gəldi. Hər birimiz insanıq. Hər birimiz əsəbləşdiyimiz zaman ağzımızdan islam edən nalayiq ifadələr çıxır. Mənim səhvim canlı yayında olmuşam. İstəmədən ağzından qeyri-etik ifadə çıxıb. Bunu qayd edib paylaşıblar. Sevilənin başına gəlsin, gülənin başına gəlsin. Onlar da insanlıq dərsini alsınlar. Mən bu negativ hadisədən dostlar qazandım, çıxdım. O dostlarımı siz ayın 16-17-si görəcəksiniz. Zor yoldaşlarım. Azadlıqda qazanmadığım dostlarımı mən getdim məhbusluq həyatımda qazandım. Orada biz 7-24 bir aradaydıq. Orada xanımlar var idi ki, derdi Müjgan, biz səni sosialdan belə bilmirdik, itici görsənirdin. Amma sən real həyatda tamam başqa cür qızsan. Sən qəlbinin təmizliyinə görə gəl bura düşmüsən. Dedim, da. Bilirsiniz, mən TikTokda çox gözəl insanlar tanımışam. Mənə həmişə maddi mənəvi dəstək olublar. İnsanım da, mən də səhv etmişəm. Səhvimin də cəzasını çəkdim, amma o səhvimdə də nəticə çıxartdım. Gözəl insanlar, dostluqlar qazandım. Mən əslində qəlbimi başqa cür açacaqdım. Başında qədəş papağı, əlimdə təsbih, əlimdə ulduz nakolkası zat. Bir də bığ çəkəcəkdim üzümə. Sonra dedim, torbamı tikəcəksiniz ki, başqa şeyi təbliğ edir. Qorxdum, açmadım. Dedim, bu normal. Yəni aparım. Yoxsa əlimdə təsbihlə zatla canlaşacaqdı. Dedim, indi də mənim torbamı belə tikərsiniz. Axı, bu da dərzilər çoxdur. Sizsiz çox darıxmışdım. Orada ən çox baxdığımız kanal ictimai kanal idi. Yalçın bəy, təşəkkür edirəm. Çox sağ olun, əzizlərim. Orada ən çox baxdığımız kino yuxu kinosu idi.
rəhmətli Nəsibə xanımı zaten yuxumu zibilə düşmüşdüm. Deyir, Naçalnik, bağışlayın da bir dəfə yuxu görəndə qəbul və yazılarıq. Yuxularımı zibilə düşdü. Daha yuxu görməyəcəm. Hər gördüm yuxumda burada danışmayacağım. Sonra baxdığımız kino rəhmətli Nəsibə xanımın qaynana kinosuydu. Evdə belə baxmadığım kinonu, baxmadığım kanalları orada həsrətlə baxırdıq. Orada zaman çox çətin keçirdi. Allah Azərbaycan polisinə qorusun. Polislər bizim fəxr yerimizdir. Mən onları çox istəyirəm. Bir Azərbaycan xanımına hər yerdə hörmət olunur. Mən bunun şahidi oldum. Buradan xüsusilə 12-ci polis bölməsi əməkdaşlarına xüsusi təşəkkür edirəm. Binəqədi rayon həbsxanası rəhbərliyinə təşəkkür bildirirəm. Yaratmış olduqları xüsusi təyinatlı polis işçiləri üçün. Onlar həm psixologdular, insanlar da elə danışırlar ki, vallahi mən məhkəmədən tutulduğum zaman, çıxdığım zaman sanki məhbusxanaya yox, istirahətə gedirdim. Yəni insanda elə təəssürat, elə ürək-dirək verirlər ki, mən özüm can atırdım ki, oranı gedim, görüm ki, necə yerdir. Axı mən tiktokerəm. Oradan təəssüratlarımı izləyicilərimlə paylaşım. Nurlan bəy, xoş gəlmişsiniz. Yaxşı ki varsınız. Bu da bir həyat təcrübəsi idi. Getdim, yaşadım, gəldim. Sağ əlim məni sevməyənlərin başına. Mənim tutulmağıma sevinənlərin başına sağ əlim. Bəlkə sizə gelib insanlıq öyrənərsiniz. Nətər dedim. Polislərimiz bizim diqqət və qayğımızı çəkirdi. Onların mərhəməti, onların diqqət və qayğısı. Allah Azərbaycan polisinə qorusun. Başda cənab nazirimiz Vilayət Eyvazov olmaqla bütün polis işçilərinə təşəkkür edirəm ki, belə bir şərait yaradıblar. Belə deyim də, inzibati həbsxanada mən öz cəzamı çəkdim, çıxdım. Gedib girmişəm məhbusa, qızlar soruşur, Müjgan, nə üçün tutulmusan? Deyirəm, heç nə bacı qurban. Söyüblər, söymüşəm, gəlmişəm mərd-mərdanə cəzamı çəkməyə. Etdiyim əməldən peşmanam mı? Peşmanam. Amma orada tanıdığım insanlar üçün peşman deyirəm. Nə mənada? Yəni orada çox gözəl insanlar tanıdım. Hər şəhərdə bir xeyri var. Səhv idi, etmişdim. Getdim, cəzamı çəkdim, çıxdım. Sağ əlim mənim bir Azərbaycan xanımının tutulmağını sevinən insanların başına. Mövzunu burada bağlayıram. Allah canımızı sağ eləsin. Deyəsən Arzu xanım da azadlıqdadır. Buradan Arzunu da təbrik edirəm. Çörək kəsmişik. Yenə deyirəm, mən